Salam dəyərli şagirdlərimiz, müəllimlər və valideynlərimiz. Bəli, bildiyiniz kimi monitorinq imtahanına demək olar ki, sayılı günlər qalıb. Bu günlərdə məhz FES Akademiya əməkdaşları olaraq sizlərə dəstəklərimizi davam etmək istəyirik. Bəli, ekranda 30 tam imtahan səviyyəli sınaq görəcəksiniz. Hər birinin izahı sizlərlə bölüşdürüləcək. Bundan da əlavə, yəni bu son günlərdə daha çox sınaq işləmək üçün nə etməlisiniz? Qeyd olunan nömrəyə yazmaqla 077 752 28 93 bu nömrəyə yazmaqla bundan əvvəlki ödənişsiz formada paylaşılan sınaqları bir dəqiqə içində əldə edə bilərsiniz. Əlavə olaraq nəyi qeyd etmək istəyirəm? Bizim, yəni FES Akademiyaya məxsus olan monitorinq kitabımız var. Məhz 4-cü siniflər üçün faydalı olan sınaqlardan ibarət olan həm riyaziyyat, həm də Azərbaycan dili üzrə monitorinq test toplumumuzdan da gec olmadan yararlana bilərsiniz. Ekranda şəklini göstərirəm ki, sizlərə daha əlçatan olsun. İstənilən şəhər, rayon, Bakı fərq etməz. Hər yerdən, Azərbaycanın hər bölgəsindən həmin vəsaiti əldə edə bilərsiniz. Gəlin vəsaitlə tanış olaq. Bəli, vəsaitimiz, baxın, monitorinq üzrə vəsaitdir. 22 mövzu, 6 ümumi sınaq var. Hər mövzuda da riyaziyyat və Azərbaycan dilindən 30-30 olmaqla, yəni qısaca tam imtahan sayında olan sualların toplusudur. Ümid edirəm ki, bu vəsait son günlərdə sizə daha yararlı, faydalı olar. Keçid edək bizim suallarımızın izahına. Şəklə uyğun gələn sözü müəyyən eləyək. Baxın, şəklimiz var. Görək bu şəkildə nədən bəhs edir? Əlbəttə ki, bəhs edir burada qarğıdan. Görək qarğı nə deməkdir? Bəli, istədim ki, görüntülü olaraq sizə qarğını bir daha göstərim ki, qarğı nə deməkdir? Bitkilər aləminin qırtı çiçəklilər dəstəsinin qırtıkimlər fəsləsinə aid bitki cinsidir. Baxın, görüntüsü də Google platformasından sizə tapıldı və göndərildi ki, göz yaddaşı ilə daha yaxşı yadda saxlamağı bacarasınız. Sual 2. Şəklə uyğun gələn sözü müəyyən edək. Cavabımız olacaq burada B variantı. Bəli, durbin. Bəs tanış olaq görək, durbin nə deməkdir? Bəli, uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan, yəni teleskopdan ibarət optik bir cihazdır. Əksər binokulların, yəni durbinlərin iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokullarından tutmuş, ayaqlığa quraşdırılmış, iri, qabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Yəni, durbin görüntü olaraq sizlərə göstərildi vizual olaraq. Şəklə uyğun gələn sözü müəyyən eləyək. Görək nədən bəhs edir burada? Əlbəttə ki, çarşıdan bəhs edir. Məsələn, açıq bazar deyil, axı qapalı bir məkandır. Görək bəs çarşı nə deməkdir? Bəli, baxın, qapalı çarşı mənasında əsasən də Türkiyədə məşhurdur bu tip deyimlər, bu tip məkanlar, qapalı çarşı mənasında. Və biz də gördük ki, bizim sualımızda ən uyğun variant C-dir. Açıq bazar deyil, çavuş deyil, çar deyil. Nədir? Çarşı sayılır. Dəyərli şagirdlərimiz, bizim eyni zamanda ödənişsiz WhatsApp qruplarımız da var, hansı ki, imtahan gününə qədər sizlərə dəstək olmaq məqsədi ilə həmin qruplar yaradılıb. Həm ödənişsiz WhatsApp qrupu, həm ödənişsiz WhatsApp kanalı, həm ödənişsiz Instagram hesabı, bunların hər biri üçün eləcə də bugünə qədər həmin ödənişsiz qruplarda qaçırdığınız ödənişsiz sınaqları əldə etmək üçün 077 752 28 93 menecer nömrəsinə WhatsApp-dan yaza bilərsiniz. Qruplar ödənişli deyil, məhz ödənişsiz formatda fəaliyyət göstərir. Sual 3-dən davam edək. Sualımız mətnlə bağlı tapşırıqdır. Birdən çayda böyük bir balıq torumuzu qırsa və tilovumuzu aparsa nə edərik? Qardaşım Samir bazar günü səhər yeməyində soruşdu. Atam çayından bir qurtum alaraq, onda mən daha böyük bir tilov düzəldirəm, dedi. Mənim balıqçılıq və bərpa işlərindən yaxşı başım çıxır. Bugün dəqiq nə edəcəksiniz? Anam mənə və Samirə baxaraq soruşdu. Bəlkə kinoya gedək, Samir təklif etdi. Anam başını buladı. Hava çox gözəldir, evdə oturmayaq. Bəs karuselə getmək? Mən dilləndim. Bu həftə sonu əyləncə parkı üçün büdcə ayırmamışıq, Sara. Anam ciddi şəkildə bildirdi.
Gəlin yaxınlıqdakı gölə balıq tutmağa gedək. Atam əllərini bir-birinə sürtərək dedi. Hə, Samirlə birlikdə qışqırdıq. Atam bütün gün ortanı göl kənarında balıq tutmaq üçün düşərgə qurmaqla məşğul oldu. Samirlə mən ona qurdları və qabları daşıyırdıq. Atam tilovu atmaq istəyəndə qarmağı öz köynəyinə keçirtdi, sonra yemi suya atarkən sürüşüb suya yıxıldı. Vedrədəki bütün qurdları isə otların üzərinə dağıtdı. Nəhayət hazırdır, ilk balığı gözləyək. Atam sudan çıxıb yaş paltarla elan etdi. Qurduğumuz tilov sahəsi biraz qəribə görünürdü. Atamın oturduğu stul palçığa batmışdı. Qəflətən atamın tilovu bərk dartıldı və atam müvazinətini itirib yenidən gölə tərəf yıxıldı. Ana, Samir qışqırdı. Yaxşıyam, atam sudan səsləndi. Anam maşından düşdü, göl kənarına gəldi. Başını buladı, yerdən tilovu götürüb sahildəki qayaya bərkitdi və Samirə baxaraq, Samir, toru gətir, balıq artıq qarmaqdadır, dedi. Çox keçmədi ki, böyük bir balıq sudan çıxarıldı. Ertəsi gün səhər yeməyində Samir soruşdu. Bəs bir gün göldə nəhəng bir dalğa qopsa və qayığımızı çevirsə nə olar? Hamımız atama tərəf baxdıq. Bu səhər heç üzmək həvəsində deyiləm. Atam qəzetini açaraq dodaqaltı cavab verdi. Anam güldü və hamımızı bərk-bərk qucaqladı. Mətndə atanın dediyi sözlərlə etdiyi hərəkətlər arasında bir təzad var. Buna əsasən atanın xarakteri haqqında hansı nəticəyə gəlmək olar? Belə deyə də ata demişdi ki, mən balıqçılıq işində mükəmmələm, professionalam, bu işi mənə buraxın. Amma dediyi ilə əməli üst-üstə gəlmədi. Ata elə ilk fürsətdə gölə yıxıldı. Deməli, təzadlıq, ziddiyyət, əkslik oradandır. Buna əsasən biz atanın xasiyyətini belə ortaya qoya bilərik. Ata özünə çox güvənən və optimist biridir. Yəni, xəyalpərəst biridir. Lakin praktiki işlərdə biraz bacarıqsızdır. Yəni, gerçək olan bir realist deyil də, optimist bir insandır. Optimist nəyə deyilir? Kim optimist sözünün izahını bizə açıqlayar? Ümumiyyətlə, pessimist var, optimist var, realist var. Bu sözlərin də hər ehtimal, mən onsuz da yazıram, siz də rəy bölməsinə videonu dayandırıb yaza bilərsiniz. Belə deyək də, hər zaman ən yaxşı nəticəni gözləyir, amma elə bir insandır ki, bu insan tədbirli deyil. Yəni, olacaqlara tədbirli yanaşmır. Elə bilir ki, bir balaca hansısa məharəti varsa, bitdi, bu iş onluqdur. Amma güvəndə deyil də işi. Yəni, mən ona tam olaraq bu tip insanlara güvənə bilmərəm. Yəni, bir növ belə deyək də, suyun dolu tərəfindən baxır. Boş tərəfindən baxmayan insanlar optimist insanlardır. Yəni, tez tələsik, həmənlidir deyib gedən insanlara deyilir. Cavabımız B variantı. Gələk 5-ə. Hekayənin sonunda ananın rolu və onun balığı tutmaq tərzi ailədəki dinamika haqqında bizə nə deyir? Bizə deyir ki, ana çətin və qarışıq vəziyyətlərdə sakit qalan, praktik və xilaskar roldadır. Yəni, belə deyək də, atanın tələsməyinin qurbanı olmur ana. Ana panikaya düşmür, bu çətin vəziyyətdə nə edim, oturur, düşünür və sakit qalır deyə xilaskar olmağı bacarır. Ata suya yıxılanda nə baş verdi? Ana tilovu qayaya bərkitdi. Bəli, baxın, mətndə bu haqda məlumat var ki, baxaq. Yerdən tilovu götürüb anamız və qayaya bərkidib. Samirə baxaraq, Samir, toru gətir, balıq artıq qarmaqdadır, dedi. Davam edək sual 7-yə. Bu hekayədə ata necə biri kimi görünür? Ata gülməli vəziyyətdə. Deyir, bu iş mənlidir, amma görürük ki, bu iş atalıq deyil. Elə bu işi ana bacardı. Ana atanı, belə deyək də, xilas etdi ki, bu vəziyyət, belə deyək də, sonlansın. Ailənin həftə sonu planı olaraq məhz balıq ovunu seçməsinin əsl səbəbi nə idi?
onların əlavə büdcəsi yox idi, büdcə ayıra bilmirdilər. Və nə edək, tam təmənnasız ödəniş olmadan, məbləğ sıfır olmaqla nə edə bilərik? Balıq ovuna gedə bilərik. Cavabımız bu səbəbdən olacaq C variantı. Bu səhər heç üzmək həvəsində deyiləm. Atam qəzetini açaraq dodaqaltı cavab verdi. Atanın bu cavabı onun hansı fərqinə varmağından xəbər verir? Gec olmadan ata anladı ki, dünənki hadisələrdən sonra öz peşəkarlığına biraz yumorla yanaşdı və yenidən suya yıxılmaq istəmədi. Düşündü ki, dünən mən səhv addım atdım, yəni tam da ehtiyatım yoxdur bu sahədə. Ona görə bugün də yıxıla bilərəm. Qoy gülüm keçim ki, bugün yıxılmaq istəmirəm. Yəni bugün məndən əl çəkin, mən istəmirəm balığı. Əgər mətndəki ata və ana obrazlarını müqayisə etsək, onların ortaq cəhəti hansı variant olar? Hər ikisi ailənin həftə sonunu maraqlı keçirməsini və uşaqların xoşbəxt olmasını istəyir. Bəli, nəticə etibarilə uşaqları əyləndirmək istəyirlər, ödəniş ödəmədən, yəni pul xərcləmədən, maddiyyatın çıxmamağı ilə nə edə bilərlər? Yəni minimum məbləğ, heç məbləğ də yoxdur, balıq ovuna gedə bilərlər. Yəni maraqlı həftə sonu keçirmək üçün uşaqlarını düşünən valideynlərdir. Dəyərli şagirdlər, əziz valideynlər, bizim monitorinq vəsaitimizi gec olmadan alın, aldırın, tövsiyə edin. Hər yerdə, hər güşədə, hər məktəb və ofis ləvazimatları satışı olan yerlərdə bu toplumumuz var. 22 mövzu, 6 ümumi sınaq tam da imtahan səviyyəlidir. Bunu alın, aldırın, tövsiyəmiz budur. Həmçinin 077 752 28 93 nömrəsinə yazmaqla siz bundan əvvəlki görmədiyiniz nə qədər ödənişsiz sınaqlarımız varsa hər birini əldə edə bilərsiniz. İzahlar yararlıdırsa, hər kəsin qarşısına çıxarılmasını istəyirsinizsə, nə edin? Bu izahları olduğunuz bütün qruplarda paylaşın. Bundan da əlavə indiki izahın rəy bölməsinə baxarsınız. O rəy bölmədə yuxarıda başda tutuzduracağam ki, bu sınağı siz necə əldə edəsiniz? Yəni, izahımızı dinləyirsiniz və sınağı necə işləyib ətrafdakı tanışlarınıza göndərə bilərsiniz? Rəy bölməsində görəcəksiniz. Gələk 11-ci suala. 11-ci sualda aşağıdakı ifadələrdən hansı mətndəki real vəziyyətlə tamamilə ziddir, yəni əksdir? Mənim balıqçılıq və bərpa işlərindən yaxşı başım çıxır. Ax, başı çıxsaydı yıxılmazdı. Cavabımız C variantı. Gələk növbəti suala. Baxaq, mətndəki hadisələrin zamanı və məkanı ilə bağlı hansı fikir doğrudur? Hadisələr eyni evin daxilində. Elə bil ki, ailə hər 2 gün dalbadal səhər yeməyində toplaşıblar evə. Eyni evdədir, amma 2 fərqli gündədir. Bugün oldu, yıxıldı ata, növbəti gün təzədən yeni gündə yeni bir hadisəyə başlayacaqdı. O səbəbdən cavabımız B variantı. 2 fərqli gün, amma eyni ev daxilində. Yəni, səhər yeməyini evdə yeyiblər də, çöldə yeməyiblər. Müəllif atanın gölə yıxılma səhnələrini təsvir edərkən oxucuda acıma və ya qorxu hissi deyil, yumor və gülüş hissi yarada bilmişdir. Müəllif bu effekti hansı bədii üsulla bu effektə nail olub? Cavabımız olacaq burada B variantı. Görək niyə B-dir? Atanın hər dəfə sudan çıxanda heç bir şey olmamış kimi iddialı və sakit danışmasını təsvir edib. Oradan da artıq biz heyfslənmirik, kədərlənmirik, qorxmuruq. Bir şagird gözü ilə baxsaq, ata o qədər bu işi zarafata çevirib ki, gülməli vəziyyətə çevirib ki, heç şagird qorxub təlaşlanmadı. Elə müəllif də bax bunu göstərmək istəyirdi ki, heç bir qəti qorxusu yoxdur. Cavabımız B variantı. Mətnə əsasən aşağıdakı fikirlərdən hansı tam doğrudur? Böyük balığı sudan çıxarmaq üçün anaya tor lazımdır. Bəli, tam doğrudur ki, baxın, burada yazılıb ki, hanı mətnimiz? Baxaq. Samir, toru gətir, balıq artıq qarmaqdadır. Baxın, bu hissəyə görə tamamilə doğru olan fikir odur ki, anaya balığı sudan çıxarmaq üçün mütləq şəkildə tor lazımdır.
Ailə balıq ovuna şənbə yox, bazar günü gedib. Atanın köynəyinə ilişən qarmağı ana çıxartmışdır. Xeyr. Göl kənarındakı düşərgəni Samillə Sara birlikdə qurmuşdur. Xeyr. Tam doğru cavab D variantıdır. Bu həftə sonu əyləncə parkı üçün büdcə ayırmamışıq. Sara, anam ciddi şəkildə bildirdi. Mətndə ananın bu fikri ciddi şəkildə bildirməsi onun xarakterinin hansı tərəfini üzə çıxarır? Əlbəttə ki, ana tədbirlidir. Ana evin maliyyə və idarə etmə işlərinə məsuliyyətlə və nizamla yanaşmışdır. Ata göl kənarında kilolu suya atmaq istəyərkən ard-arda hansı 3 uğursuz hadisə baş verir? Bəli, həmin sualımız, 16-cı sualımız açıq sualdır. Şagird öz fikrini yazmalıdır ki, görək ata tilovu atmaq istəyəndə hansı 3 uğursuz hadisə ilə üzləşib. Hadisə 1. Qarmaq köynəyinə keçib. Hadisə 2. Yemi suya atarkən ata sürüşüb suya yıxılıb. Hadisə 3. Vedrədəki bütün qurdlar otların üzərinə dağılıb. Cavabımız qeyd olunub. Bunları da açıq sual kimi qeyd edərsiniz. Dəyərli şagirdlər, izahlar yaralıdırsa bəyənməyi, ətrafınızdakı bu sahə üzrə hazırlaşan şagirdləri təlimatlandırmağı unutmayın. Yəni, WhatsApp qruplarımızı, WhatsApp kanallarımızı həmin şagirdlərə paylaşa bilərsiniz, şagirdlərlə paylaşa bilərsiniz. Həmçinin bizim monitorinq vəsaitlərimizi əldə edə bilərsiniz. Bizim ümumiyyətlə mətn toplumumuz da var. Məhz şagirdlər üçün nəzərdə tutulan mətn toplusudur. O toplumda əldə edə bilərsiniz. Dəyərli şagirdlərimiz, həmçinin bizim mətn toplumumuz var. Baxın, tanınmayan YouTube topluluğunu, çünki məhz şəkilli mətnlər, mətnə ad qoymaq, belə deyək də, şəkillərə baxıb nəticə çıxartmaq hamısı bu mətn toplusunda öz əksini tapıb. Azərbaycan dili mətn toplusu bizim belə deyək, menecer nömrəsinə yazmaqla siz o topluluğunu əldə edə bilərsiniz. Satışı mümkün deyil, mövcud deyil hal-hazırda. Yəni İstəsə də çatdıra bilmərik satışını kitabxanalara paylanmağa. O səbəbdən də mən sizə nömrə qeyd edəcəm. Zəhmət olmasa o nömrəyə yazmaqla siz deməli bu vəsaiti əldə edərsiniz. Mən nömrəni yazım. Bəli, qeyd etdiyim nömrə ilə əlaqə saxlayıb baxın, Azərbaycan dili mətn toplusunu gec olmadan əldə edin. Mütləq şəkildə nümunə səhifələrində indidən ala bilərsiniz ki, görün bu toplu nə qədər keyfiyyətli bir vəsait sayılır. 4 şagird kitab oxumağı xoşladıqları janrlara və mühiti təsvir edir. Murad, mən macəra və elmi fantastik kitabları oxumağı sevirəm. Sinif yoldaşımla birlikdə məktəbimizin kitab klubu üzvüyük və hər həftə oxuduğumuz kitabları müzakirə edirik. Bəzən süjet xətti çox qarışıq olsa da bu həm təxəyyülümü inkişaf etdirir, həm də mənə böyük zövq verir. Muradın fikirləri. Sağ ol Murad. Ayam, mən tez-tez nənə babamın evində bağdakı yerləncədə oturub nağıl və əfsanə kitabları oxuyuram. Orada heyvanlar və təbiət haqqında hekayələr oxumaq daha maraqlı olur. Bu, nənəmin mənə kitab haqqında verdiyi sualları cavablandırmaqla birlikdə etdiyimiz ən sevimli işlərdən biridir. Elnur, mən tətillərdə ailəmlə birlikdə səyahətə çıxanda tarixi və coğrafi kəşflər haqqında kitablar oxuyuram. Yol boyu yeni şəhərlər gördükcə oxuduğum məlumatlar daha maraqlı gəlir. Günün sonunda gözlərim biraz yorulsa da yeni şeylər öyrənməyi çox xoşlayıram. Fidan, mən rəfiqəm Leylanın rəsm dərnəyinə gedib oradakı səs-küysüz oxu zalında rəngli ensiklopediyalar vərəqləməyi çox sevirəm. Kitablar köhnə və dəyərli olduğu üçün yalnız müəlliməmiz yanımızda olanda və icazə verəndə onlardan istifadə edə bilirik. Baxaq, mətnə əsasən hansı şagird mütaliə edərkən eyni zamanda yeni coğrafi məkanlar kəşf edir? Əlbəttə ki, Elnur. Görək niyə Elnur? Niyə Elnur? Çünki tarixi və coğrafi kəşflər haqqında kitablar oxuyan Elnurdur. Yol boyu yeni şəhərlər görəndə oxuduğum məlumatlar daha maraqlı gəlir. Bu Qudyal çayıdır. Bu, məsələn, Nil çayıdır, bu Kür çayıdır və s. Gələk, Fidanın istifadə etdiyi kitabların əsas xüsusiyyəti və qoyulan şərt nədir? Fidan deyir ki, mən rəfiqəm Leylanın rəsm dərnəyinə getmişəm. Oradakı səs-küysüz oxu zalında rəngli ensiklopediyalar vərəqləməyi çox sevirəm. Kitablar köhnə və dəyərlidir deyə mən onu tək icazə verilmir mənə. Müəlliməmiz yanımızda olanda icazə verilir.
Yəni əsas xüsusiyyət və qoyulan şərt odur ki, kitablar köhnə və dəyərlidir, yalnız müəllim yanlarında olanda oxunula bilər. Cavabımız bu səbəbdən B variantı. Mətnə əsasən aşağıdakı nəticələrdən hansı tamamilə doğrudur? Tamamilə doğru olan nəticəmiz B variantındadır. Ayanın nənəsi uşağın mütaliə prosesində aktiv iştirak edir. Gəl baxaq. Deməli, mən tez-tez nənə babamın evində bağdakı yerləncədə oturub nağıl və əfsanə kitabları oxuyuram. Orada heyvanlar və təbiət haqqında hekayələr oxumaq daha maraqlı olur. Bu, nənəmin mənə kitab haqqında verdiyi sualları cavablandırmaqda birlikdə etdiyimiz ən sevimli işlərdən biridir. Sağ olsun nənə ki, yəni köməkli edir ki, ayan mütaliə etsin. 20-ci sual. Mətndə şagirdlər mütaliə zamanı qarşılaşdıqları bəzi kiçik çətinliklərdən də bəhs edirlər. Buna əsasən hansı şagird fiziki yorğunluqdan, hansı isə zehni qarışıqlığından bəhs edir? Baxaq, cavabımız nədir burada? Aha. Fiziki, Elnur fizikidir, Murad isə zehnidir. Gəl baxaq, Elnura fiziki, Murada zehni. Elnur, baxın. Bir daha oxuyaq bunu. Mən tətillərdə ailəmlə birlikdə səyahətə çıxanda tarixi və coğrafi kəşflər haqqında kitablar oxuyuram. Yol boyu yeni şəhərlər gördükcə oxuduğum məlumatlar daha maraqlı gəlir. Bax, bu Elnurun fikridir. İndi isə gəl baxaq Muradın fikrinə. Murad isə deyir ki, mən macəra və elmi fantastik kitabları oxumağı sevirəm. Sinif yoldaşımla birlikdə məktəbimizin kitab klubu üzvüyük və hər həftə oxuduğumuz kitabları müzakirə edirik. Bax, zehni olaraq Murad, fiziki olaraq isə Elnur. Gələk 21-ə. Hansı şagirdlərin kitab oxuma vərdişi onların sosial əlaqələrinə, yəni dostluğa, komandaya və s. birbaşa təsir göstərir və ya onunla bağlıdır? Cavabımız olacaq B variantı. Murad və Fidan dostluq, komanda şəklində. Bax, Fidan deyir ki, rəfiqəm Leylanın yerinə gedirəm. Biz belə deyək də müəllim yanımızda olaraq komanda şəklində, yəni şagirdlərlə birlikdə, dostlarımızla birlikdə belə deyək, komanda dostluq şəklində biz əlaqələrimizi gücləndiririk. Bir də görək Murad nə deyir? Murad da deyir ki, sinif yoldaşımla birlikdə. Allah, cavabımız B variantı. Gələk 22-yə. Mətnin yazılmasında müəllifin əsas niyyəti nədir? Cavabımız olacaq B variantı. Mətnin yazılmasında müəllifin əsas niyyəti odur ki, kitab oxumağın fərqli məkanlarda, fərqli janrlarda və müxtəlif üsullarla hər kəs üçün zövqlü bir məşğuliyyət ola biləcəyini göstərmək. Kimisi dostunun dərnəyində, kimisi nənəsi babasının evində. Yəni fərq etməz. Yəni artıq bir fərq etmədən siz kitab oxuya bilərsiniz, mütaliə edə bilərsiniz. Cavabımız B variantı. Gələk 23-ə. Mətnə əsasən şagirdlər haqqında verilən mülahizələrdən hansı səhvdir? O səhvdir ki, Elnur yalnız evdə sakit otaqda olanda kitab oxuya bilər. Ümumiyyətlə, yalnız evdə kitab oxuyan bir tanışımız olmadı mətndə, düzdürmü? Ən azı hərə bir yerdə oxumağı xoşlayır. Yəni, sakitlikdə oxuyum, evdə oxuyum, yox. Səs-küy olmayan başqa yerlər var da, məsələn, kitabxanalar var. Yəni, heç bir, belə deyək də, adı çəkilən şagird evdə oxumalıyam deyə bir hökm sürmür irəli. Mətndəki 4 şagirdin fikirlərini analiz etdikdə bəzilərinin mütaliə üçün başqa şəxslərdən və ya müəyyən icazələrdən asılı olduğu aydınlaşır. Mətnə əsasən bu xüsusiyyət hansı iki şagirdə aiddir? Cavabımız olacaq B variantı. Bəli, Ayan və Fidan başqa şəxslərlə və başqa icazələrlə bu icazələrdən asılıdırlar. Bəli, biri nənədən babadan asılıdır, nənədən asılıdır. Çünki nənə onu sual cavab edir və o da məcburiyyən, yəni ya məcbur, ya məsuliyyətinə görə onu oxuyur. Digəri isə müəllimin yanında olaraq bunu etməlidir. Şagirdlərin fəaliyyətləri haqqında verilən fikirlərdən hansı mətndəki faktlarla ziddiyyət təşkil edir? Cavabımız olacaq C variantı.
Baxaq, Elnur yolda kitab oxumağın onun üçün heç bir narahatlıq yaratmadığını iddia edir. Bu haqda bir fikir yoxdur. Mətndə əksinə ziddir. Elnur deyir ki, mən oxuduğum kitabları oxuyuram. Sonra yolda baxanda deyirəm, bu mənə tanış gəlir, mən bunu hansısa vəsaitdə oxumuşam. Cavabımız C variantı. Narahatlıq yox, bir xüsusi zövq verir. Dəyərli şagirdlər, dəfələrlə bunu deməyi özümə borc bilirəm. Bu sınağı əldə etmək üçün hal-hazırda hansı izaha baxırsınızsa, o izahın rəy bölməsinə daxil olun. Elə daxil olmuşkən, xoş rəyinizi, ümumiyyətlə təkliflərinizi də bildirməyi unutmayın. Sizlərin hər birindən gələn xoş rəy bizlər üçün motivasiyadır. O motivasiyanı bizdən əsirgəməyin. Bundan da əlavə, bizim indiyə qədər saysız hesabsız, ödənişsiz sınaqlarımız, ödənişsiz hesablarımız var. Instagram olsun, WhatsApp'da olsun, fərq etməz. Həmin hesablara daxil olub, elə anında ödənişsiz məlumatlardan, ümumiyyətlə son qərarlardan, məlumatlardan xəbərdar olmaq üçün 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Bunlardan da əlavə bizim tam monitoring səviyyəli, bax, ümumiyyətlə kursumuza aid olan vəsaitlər bunlardır. Amma sizə lazım olan, monitoringə lazım olan vəsaitlər mətnlər üçün sol tərəfdəki mavi üzlü mətin toplusu dondurmalı, tam mövsümünə uyğun. Sağ tərəfdə isə 22 mövzu 6 ümumi sınağı olmaqla həm riyaziyyat, həm də Azərbaycan dilindən 30-30 suallar əldə etmək imkanınız var. Sol küncdə olan kitabımız hal-hazırda vaxt məhdudiyyətinə görə bildiyiniz kimi bizim vəsaitimiz tam imtahan səviyyəsindədir. Vaxt məhdudiyyətinə görə orada mətnlər baxanda o mətndə nədən söhbət getdiyini, yəni ən son yeni çıxan qaydaya əsasən hazırlanıb deyə hal-hazırda onu biz kitabxanalara paylasaq belə sizə lazım olan vaxtda sizin əlinizdə olmayacaq. O səbəbdən də biz nə etdik? 077 314 06 06 nömrəsini sizlərin hüzuruna, xidmətinə buraxdıq. Yazın o qruplar nömrəyə və sizə bu kitabı ya poçtla, ya şəhər daxili çatdırma etsinlər. Sağ küncdə olan toplumumuz isə monitoring vəsaitidir. Onu isə siz istənilən yerdən əldə edə bilərsiniz. Sağ küncdə olan vəsaitimiz daha çox məşhurdur, çünki hər yerdə var. Yəni, ərinmədən, usanmadan, bezmədən sənə yaxın olan məktəb və ofis ilə bazimatı satışı olan yerdən əldə edə bilərsiniz. Tam əminliklə sizə qarantiya verirəm ki, bizim vəsaitlər hamısı tam imtahan səviyyəli olan vəsaitlərdir. Bunu biz yox, ətrafınızda ən azı bir nəfər də olsa bu vəsaiti əldə edibsə, ona yazaraq bizim vəsaitin keyfiyyətini soruşa bilərsiniz. Qayda kitabı yuxarıdadır. Ümumiyyətlə, təkcə monitoring yox, artıq siz 5-ci sinifə qədəmlərinizi qoyacaqsınız. Bizim bütün vəsaitlərimiz demək olar ki, sizlərə yararlı, faydalı vəsaitlərdən sayılır. Belə, davam edək suallarımıza. 26. Mətndə özünün şəxsi zövqünü və inkişafını düşünməklə bərabər həm də təhlükəsizlik və qaydalara tabe olmaq məsuliyyətini ən çox vurğulayan şagird kimdir? Ən çox vurğulayan Fidandır. Çünki Fidan deyir ki, bax görürsən, mən deyirəm ki, kitablar o qədər köhnə və dəyərlidir ki, yalnız müəllimimiz yanımızda olanda icazəmiz var. Yoxsa əks halda əlbəttə ki, çox yaxşı qaydadır ki, əks halda o kitab dəyərini itirir, axı cırılar, itər və s. O problemlər olmasın deyə xüsusi nəzarət altında həmin kitablar şagirdlərə verilir. Şagirdlərin nitqində istifadə olunan ifadələrdən hansı onların etdiklərini işdən mütləq şəkildə fəxr etdiklərini və emosional bağlılıqlarını göstərir. Bəli, variantımız B variantı. Ayan, bu nənə babamla etdiyim ən sevdiyim işlərdən biridir. Baxın, şagirdin nitqində istifadə olunan ifadələrdən bu ifadədir ki, onların etdikləri işdən mütləq şəkildə fəxr etdiklərini, özü qürur duyur ki, mən nənəmlə babamın yanında telefonla da oynaya bilərəm, amma telefonla oynamıram, ən sevdiyim işim odur ki, onlar məni sual cavab edirlər. Sual 28. Fidan və rəfiqəsi Leyla nə üçün kitabları sərbəst şəkildə istədikləri vaxt vərəqləyə bilmirlər? Çünki kitablar köhnədir, dəyərlidir. Bu səbəbdən də onları qorumaq məqsədindədirlər. Cavabımız 28-də olacaq, B variantı. Sual 29. 4 şagirdin hər birinin fikirlərindəki ən əsas ortaq cəhət odur ki, kitab oxuma fəaliyyətinin onlara xoş ovqat, zövq və ya
yeni məlumat qazandırmasıdır. Bəli, bu səbəbdən də onların hər biri müxtəlif belə deyək də situasiyaları var ki, müxtəlif belə deyək də yanaşmaları, müxtəlif şəraitləri var, amma nəticə etibarilə onlar oxuduqları zaman xoş ovqatları, zövq alırlar, yeni məlumat qazanırlar. Hamısını ortaq edən qərar bax bu qərardır. Gələk sual 30-a. Hansı iki şagird kitab oxumaq üçün açıq havadan istifadə edirlər? Ayanımız, bir də Elnurumuz açıq havadan istifadə edir. Gəlin görək düzmü dedik, bəlkə səhv deyirik. Ayan və Elnuru tapaq. Bax, Elnur tətillərdə ailəsi ilə birlikdə səyahətə çıxanda tarixi və coğrafi kəşflər haqqında açıq havada eləyir. Ayanımız da deyir ki, nənəmizin, babamızın evində bağdakı yerləncəkdə. Amma məsələn, Murad kluba gedir. Daha sonra Fidan dərnəyə gedir. Açıq havada olan Ayanımız və Elnurumuzdur. Əziz dəyərli şagirdlər, valideynlərimiz, müəllimlərimiz, ümid edirəm ki, imtahanda üzünüz gülər, alnı açıq, üzü ağ şəkildə bu imtahanı da sağ-salamat bitirə biləsiniz. Onun üçün də bizim ödənişsiz materiallarımızdan yararlansanız daha çox biz də şad olarıq, həm də rahat olaraq ki, müəllimlərimiz gecə olmadan bizim vəsaitlərimizdən yararlana bildilər. Həm də qeyd etdiyim kimi bizim kitablarımızı əldə edə bilərsiniz bu qısa müddətdə. Kitabda ola bilər də qısa müddət ərzində hansı sualınız varsa gəlib bizdən də soruşa bilərsiniz. Bu arada bizim sol küncdəki kitabımızın bütün izahları var. Yəni o izahları da 077 314 0606 nömrəsinə yazmaqla əldə edə bilərsiniz. Ümid edirəm ki, hər biriniz imtahanda layiqli bal toplayacaqsınız və bu uğurunuza görə belə deyək də, istəsəniz başda valideynləriniz olmaqla həm onlara təşəkkür edə bilərsiniz, həm də müəllimlərinizə eyni zamanda kursumuzun da əməkdaşlarınızla təşəkkür edə bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.